Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə dərsimiz landşaflar, Azərbaycan Respublikasının landşafları, torpaqları bununla bağlı olacaqdır. Biz bildiyimiz kimi landşaft nədir? Birinci ona diqqət yetirək. Yer kürəsi, ümumiyyətlə təbiət müəyyən komponentlərdən ibarətdir. Məsələn, biz bu komponentlərə aid edə bilərik su, torpaq, hava, bitki, heyvanlar aləmi və s. Bunlar hər biri ayrılıqda təbii komponentlərdir. Və bu təbii komponentlər birləşərək əmələ gətirir təbii kompleks. Həmçinin biz bu təbii kompleksləri adlandırırıq landşaft. Məsələn, götürək meşə. Meşə özü bir landşaftdır. Özünə məxsus havası var, torpağı var, heyvanı var, bitkisi var və s. Yəni, bunlar hamısı birləşdikdə eyni cinsli bir kompleks əmələ gəlir ki, biz buna deyirik landşaft. Və Azərbaycan Respublikasında landşaftlar əsasən iki sinifə, iki böyük sinifə bölünür. Düzənlik landşaftları və dağ landşaftları. Düzənlik landşaftlarda yarım səhra, quru çöl, intrazonal landşaftları. Dağlıq landşaftlar alçaq, orta və yüksəklik landşaftlarına ayrılır. İndi isə biz sizinlə Azərbaycan ərazisində yayılmış landşaftlar və onlar haqqında daha ətraflı məlumatlara baxaq. Demək, Azərbaycan ərazisində geniş yayılan landşaftlardan biri yarım səhra və quru çöldür. Yarım səhra və quru çöl landşaftı təqribən, ilk öncə yarım səhra haqqında danışaq. Yarım səhra landşaftı təqribən Xəzər dənizinin sahillərinə, yəni dəniz səviyyəsindən hətta aşağı hündürlüklərdən belə başlayaraq təqribən 200 metrə qədər olan hündürlüklərdə daha geniş yayılmışdır. Və yarım səhralar əlbəttə ki, buranın torpaqları boz qonur, boz çəmən kimi torpaqlar olacaq və bu torpaqların məhsuldarlığı azdır. Bu torpaqlarda humusun miqdarı azdır. Düzdür, havanın temperaturu, yəni düz radiasiyanın miqdarı çox olduğu üçün burada əkinçiliyə imkan var, lakin mütləq və mütləq suvarma əkinçiliyi olmalıdır və torpaqlar gübrələndiyi halda, yəni torpaqlara qulluq edildiyi halda əkinçilikdə məhsuldarlıq yüksək səviyyədə ola bilər. Həmçinin bu yarım səhralardan yadda saxlayaq ki, qış otlaqları kimi istifadə olunur. Çünki siz bilirsiniz ki, qış aylarında dağlıq ərazilərdə hava kəskin soyuyur, amma yarım səhralarda nisbətən hava mülayim olur və hava şəraiti mülayim olduğu üçün də burada əkinçiliyi inkişaf etdirmək, daha doğrusu üzr istəyirəm, bu ərazilərdə heyvanları qışda gətirib burada otarmaq, burada saxlamaq daha əlverişli olur. Rütubətlənmə əmsalı azdır, təqribən 0,3, 0,4 aralığındadır rütubətlənmə əmsalı. Və bu yarım səhra landşaftı ən çox hansı ərazilərdə yayılır? Kürəraz ovalığında yayılır, Arazboy düzənliklərdə yayılır, Ceyrançöl Acınoxurun çox hissəsini tutur, Qobustan Abşeronda və s. Yəni, bu kimi ərazilərdə biz yarım səhra quru çöl landşaftına rast gələ bilərik. Bir daha qeyd edirik ki, torpaqları boz qonur, boz çəmən kimi torpaqlardır. Suvarma tətbiq edildikdə, yəni burada pambıqçılıq, taxılçılıq, quru subtropik meyvəçiliyin inkişafına şərait var. İkinci biz keçək quru çölə. Quru çöl də təqribən 400 metr, 600 metrə qədər maksimal davam edə bilər. Əsasən 400 metr civarında quru çöl yerləşir. Və quru çöl landşaftında burada da rütubətlik əlbəttə ki, az olacaqdır. Lakin yarım səhradan fərqli olaraq, yarım səhraların təqribən 30-40% bitki örtüyü ilə örtülübsə, quru çölün təqribən 70-80% bitki örtüyü ilə örtülüdür. Yəni, quru çöldə bitki aləmi daha zəngindir və daha çox ərazini əhatə edir. Ona görə quru çöllərdə də yəni heyvandarlığın inkişafına, qış otlaqlarının inkişafına əlbəttə ki, şərait yaranır. Deməli, burada da rütubətlənmə əmsalı vahiddən aşağıdır. Suvarma əkinçiliyinin olması mütləqdir və torpaqları şaballı torpaqdır. Yəni, burada dəmiyə yox, irriqasiya, yəni suvarma şəraitində əkinçiliyin inkişafına şərait vardır. Əsas yayıldığı ərazilərə biz Ceyrançöl, Acınoxur ərazisinin, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərin, həmçinin Naxçıvanı nümunə göstərə bilərik ki, bu ərazilərdə biz quru çöl landşaftına rast gəlirik. Daha sonra biz dağ çöllərindən danışa bilərik. Dağ çölləri təqribən 800 metrə qədər davam edir. Dağ çölləri artıq məhsuldar ərazilərdir. Əkinçilik üçün belə deyək, ən potensial ərazilərdən hesab olunur. Çünki burada
artıq həm torpaqları nisbətən daha məhsuldardır, həmçinin rütubətli torpağı da nisbətən daha çoxdur. Buranın da torpaqlarına biz şaballı torpaqlar, tünd şaballı torpaqlar, həmçinin qara torpaqları nümunə göstərə bilərik. Və nəzərinizə çatdırım ki, qara torpaqlar yəni çox da geniş yayılmayıb, talalar şəklində yayılıb. Əsas yayıldığı ərazilərə biz Kiçik Qafqaz ərazisində yadda saxlayaq ki, Gədəbəy, Şəmkir, həmçinin Xocavənd ərazisində biz qara torpaqlara rast gələ bilirik. Böyük Qafqazda isə Şamaxı və İsmayıllı ərazisində biz daha çox qara torpaqlara rast gələ bilirik. Yəni qara torpaqlar daha məhsuldardır, əkinçilikdə çox böyük önəm daşıyır. Yəni çox məhsuldar, humusla zəngin olan torpaq hesab olunur. Burada düzdür, dəmiyə əkinçiliyi də yəni mümkündür. Yəni dəmiyə suvarılma olmadan da əkinçilik mümkündür, amma qismən yəni suvarılma da həyata keçirilir. Yəni yadda saxlayaq ki, dağ çöllərində həm dəmiyə, həm də suvarma əkinçiliyi özünü göstərir. Əsasən mülayim isti iqlimdə. Yarımsəhra quru çöl adından da məlum olduğu kimi yarımsəhra quru çöl iqlimində yerləşirdisə, amma dağ çölləri əsasən qeyd edilib bura mülayim isti iqlim tipində əsasən dağ çölləri yerləşir. Gördüyünüz kimi Böyük və Kiçik Qafqazda 800 metrə qədər, Naxçıvanda hətta 2000 metrə qədər, Talış dağlarında isə daha hündür ərazilərdə, çünki bilirik ki, burada landscape inversiyası baş verir. 1800-2200 metrə qədər hündürlüklərdə belə biz çöllərə rast gələ bilərik. Belə. Daha sonra biz dağ meşələrinə danışa bilərik. Dağ meşələri də təqribən 1800-2000 metr hündürlüyə qədər yəni davam edir. Maksimal hündürlükləri bu qədərdir. Və biz Azərbaycanda yerləşən meşələri yadda saxlayaq ki, iki yerə bölə bilərik. Bir, palıd meşələri, bir də fıstıq və vələs meşələri. Fıstıq və vələs. Yadda saxlayaq ki, palıd meşələri nisbətən daha aşağıda yerləşir. Biraz bura quru meşələrdir və buranın torpaqları yadda saxlayaq ki, qəhvəyi torpaqlar olacaqdır. Fıstıq və vələs meşələri isə nisbətən daha hündür ərazilərdə yerləşir. Bəzən sərhədləri 2200 metrə qədər də çatmış olur və torpaqları qonur torpaqlardır və burada rütubətlilik nisbətən daha çoxdur. Bir daha qeyd edək, fıstıq və vələsdə qonur, palıdda isə qəhvəyi torpaqlar yayılmışdır. Deməli, palıd meşələri əsasən mülayim iqlimdə, fıstıq və vələs meşələri isə həmçinin yəni soyuq iqlimdə yayılmışdır. Rütubətli əmsalı əlbəttə ki, meşəli ərazilər olduğu üçün vahidə yaxın və yaxud da vahiddən biraz böyükdür. Gördüyünüz kimi təqribən 800/700 kimidir. Torpaqları çox münbitdir və kifayət qədər torpaqda rütubət olduğu üçün artıq burada suvarma yox, dəmiyə əkinçiliyi inkişaf edəcəkdir. Bir də bir şey nəzərdə çatdırım ki, Talış dağlarının meşələrində həmçinin sarı torpaqlar da yayılmışdır. Bunu yadda saxlayaq ki, yəni Talış dağlarında biz sarı torpaqlara da meşələrdə geniş şəkildə rast gələ bilərik. Meşələrin əsas yayıldığı ərazilərə Böyük Qafqaz, Kiçik Qafqaz, həmçinin Talış dağlarına nümunə göstərə bilərik. Bununla yanaşı Azərbaycanda düzənli ərazilərdə də meşə landşaftı var. Bunlar intrazonal landşaftlardır. Yeraltı suların yer səthinə yaxın yerləşdiyi ərazilərdə bu düzən meşə landşaftları yayılmışdır. Buna biz intrazonal landşaft deyirik. Çünki onların yarandığı əraziyə uyğun landşaft deyil. Yəni həmin əraziyə uyğun olmayan landşaftdır. Biz bu cür landşaftları intrazonal landşaftlar adlandırırıq. Yəni düzən meşə landşaftları. Bu düzən meşə landşaftlarının da yayıldığı ərazilərə və yadda saxlaya bilərik diqqətinə aiddir Samur dəvə çövalığı. Həmçinin orada Şollar düzü, əlbəttə ki. Daha sonra aid eləyə bilərik biz Qanıqəyri-Çay vadisin. Həmçinin aid eləyə bilərik biz Lənkəran ovalığın. Aid eləyə bilərik biz Kürboyu ərazilər. Düzdür, bütün ərazilərdə yox. Əsasən Qarayazı düzündə, Kürboyu ərazilərdə biz düzən meşələrinə, Tuğay meşələrinə rast gələ bilərik. Daha sonra biz dağ çəmənləri haqqında danışa bilərik. Dağ çəmənləri də artıq dağ meşələrindən sonra əlbəttə ki, dağ çəmənləri gəlir və burada artıq rütubətlilik daha da artır.
havanın da temperaturu aşağı düşür və biz burada subalp və alp çəmənlikləri olaraq böləcəyik. Demək, dağ çəmənlərində 2 qrupa böləcəyik biz. Subalp və alp çəmənlikləri. Subalp çəmənlikləri əsasən soyuq iqlimdə, alp çəmənlikləri isə soyuqla yanaşı, həmçinin dağ tundra iqlim tipində yayılmışdır. Təqribən 2000-3000 metr arasında yerləşir bunlar və biz bu dağ çəmənləri torpaqlarına ibtidai, çimli, torflu kimi dağ çəmən torpaqları aid edə bilərik. Artıq hündürlüyə doğru burada temperatur azaldığı üçün yadda saxlayaq ki, artıq kənd təsərrüfatı üçün yararlılığı azalır. Yəni əkinçiliyin inkişafına artıq şərait azalır. Amma maldarlıqda geniş şəkildə istifadə olunur. Yəni burada yay oturaqları kimi istifadə olunur. Əsasən, xüsusən alp çəmənliklərindən yay oturaqları kimi istifadə olunur. Yayda havalar bu dağlıq ərazilərdə yəni sərin olduğu üçün bu ərazilərdə heyvandarların saxlanmasına, heyvanların inkişafına şərait var. Həmçinin otarılmaq məqsədi ilə. Subalp çəmənlikləri isə əsasən biçənəklər kimi istifadə olunur. Bax, alp çəmənlikləri əsasən otarılır. Subalp çəmənlikləri isə əsasən biçənək, yəni biçilib otundan qış aylarında və yaxud da digər aylarda heyvanlara verilməsində istifadə edilir. Bu subalp çəmənlikləri. Alp çəmənlikləri isə əsasən mal-qaranın otarılması məqsədinə istifadə olunur. Həmçinin arıçılığın inkişafına da bu ərazidə çox böyük şərait var. Orta illik temperaturu 10 dərəcədən azdır. Hündür ərazilər olduğu üçün günəş radiasiyasının miqdarı çoxdur. Rütubətlənmə əmsalı da gördüyünüz kimi vahiddən böyük olacaqdır. Dağ çəmənlərində yayıldığı biz ərazilərə vulkanik yayla, günnüt qapıcıq, zaqatala lağıc və s. kimi əraziləri aid eləyə bilərik. Daha sonra biz subnival və nival landşaftlardan danışsaq, biz bilirik ki, subnival qayalıq, nival isə buzlaq landşaftıdır. Əlbəttə ki, bunlar da çox hündür ərazilərdə yerləşdiyi üçün burada artıq aqroiqlim ehtiyatları məhduddur. Yəni burada kənd təsərrüfatının inkişafına şərait yoxdur, torpaq yaranmaya üçün şərait yoxdur. Mümkün buxarlanmanın kəmiyyəti azdır, çünki çox soyuq ərazilərdir. Orta illik temperaturu 5 dərəcədən aşağıdır. Subnival qayalıqlar əsasən 3000 metrdən 3009 metrə qədər. Azərbaycanda 3009 metrdən hündür ərazilərdə isə nival, yəni buzlaq landşaftı formalaşır. Bu da yalnız və yalnız Böyük Qafqaz ərazisində və Kiçik Qafqazın Naxçıvan hissəsində, yəni Naxçıvan dağlarında biz buzlaq relyef formalarına, həmçinin buzlaq landşaftlarına rast gələ bilərik. Biz dağlar üzrə landşaftların dəyişməsinə baxsaq, bax, buraya yazıram Böyük Qafqaz. Böyük Qafqazda biz bilirik ki, maksimal hündürlüyü 4466 metrdir və burada yayılan landşaftları dağın ətəyinin zirvəsinə doğru. Yadda saxlayın ki, birinci gəlir yarım səhra, daha sonra quru çöl, daha sonra dağ çölləri, dağ meşələri, subalp çəmənlikləri, alp çəmənlikləri, subnival və nival landşaftı. Daha sonra biz Kiçik Qafqazdan danışa bilərik. Kiçik Qafqazın, bura biz Naxçıvan hissəsini aid eləmirik. 3724 metr hündürlüyə malikdir. Camış dağı zirvəsindən söhbət gedir. Camış dağ. Yenə biz bura Naxçıvan hissəsini aid eləmirik. Demək, burada yayılan landşaftlara biz diqqət etsək, yarım səhra landşaftı yoxdur. Quru çöl, dağ çölləri, dağ meşələri, subalp çəmənlikləri, alp çəmənlikləri, subnival, artıq nival yoxdur. Niyə? Çünki hündürlüyü 3009 metrdən yüksək deyil ki, subnival, daha doğrusu nival landşaft yaransın. Ona görə Böyük Qafqazdan fərqli olaraq yarım səhra və nival landşafta rast gələ bilmirik. İndi Naxçıvan hissəsinə baxsaq, Naxçıvan, Kiçik Qafqazın Naxçıvan hissəsində maksimal hündürlüyü 3904 metrə çatır. Buranın da biz landşaftlarına baxsaq, yarım səhra, quru çöl, dağ çölləri, yadda saxlayaq ki, Naxçıvanda meşə landşaftı əmələ gəlmir. Meşə landşaftı yoxdur. Onun əvəzinə dağ kserofit landşaftı formalaşır. Daha sonra subalp çəmənlikləri, alp çəmənlikləri, subnival və nival landşafta rast gələ bilərik. Talış dağlarında biz bilirik ki, bax, bu qeyd etdiyimiz 4-cü Talış dağlarıdır. Yadda saxlayaq ki, Talış dağlarında
hündürlüyə doğru qalxdıqca belə deyək, yağıntının miqdarı azalır, temperatur isə artır. Yəni inversiya baş verdiyi üçün təbii ki, bu özü landşafta da göstərir və landşaftlarda da inversiya özünü göstərir. Məsələn, fikir verək, birinci gəlir düzən meşə. Daha sonra gəlir dağ meşə, daha sonra gəlir dağ çölləri. Amma digər ərazilərdə necə idi? Çöl, sonra meşə gəlirdi. Və ən hündür ərazilərə getdikcə isə belə deyək, havanın temperaturu artdığı üçün, quraqlıq artdığı üçün artıq dağ kserofit bitkiləri ilə əvəz olunur. Deməli, Talış dağlarında da düzən meşə, dağ meşə, dağ çölləri və dağ kserofit landşaftları yayılmışdır. Bildiyimiz kimi Azərbaycanın düzənli ərazilərində də əsasən yarımsəhra quru çöl iqlimi formalaşmışdır. Həmçinin bu ərazilərdə yarımsəhra quru çöl landşaftı da geniş şəkildə özünü göstərir. Buna görə də Azərbaycan ərazisinin düzən ərazilərində boz torpaq və onun çararlarına biz çox rast gəlirik. İlk öncə biz boz qonur torpaqlar haqqında məlumat versək, boz qonur torpaqlar əsasən Küraraz ovalığında, Samur Dəvəçi ovalığında, Acınohur Ceyrançöl ərazilərində, həmçinin Şərir Ordubad düzənliyi, Arazboyu ərazilərdə biz əlbəttə ki, boz qonur torpaqlara rast gələ bilərik. Əlbəttə ki, bu torpaqlar yenə də yarımsəhra torpaqlarıdır, boz torpaqdır, məhsuldarlığı azdır. Suvarma şəraitində taxılçılıq, pambıqçılıq, üzümçülük, bostan bitkiləri, həmçinin Abşeron ərazisində zeytun, badam, püstə kimi bitkilərin yetişdirilməsinə şərait var. Daha sonra biz bot çəmən torpaqları haqqında danışsaq, bot çəmən torpaqları da həmçinin Küraraz ovalığında, yəni biz burada Şirvan düzün, Mil düzün, Muğan düzün, həmçinin Qarabağ düzün nümunə göstərə bilərik ki, bu ərazilərdə biz bot çəmən torpaqlarına rast gələ bilərik. Burada da suvarma şəraitində yenə də meyvəçilik, pambıqçılıq, bostançılıq, həmçinin qış otlaqları kimi istifadəyə şərait vardır. Ərazilərin daha çox suvarılması, həmçinin meliorasiya tədbirlərinin düzgün aparılmaması, sistemsiz suvarma sistemlərinin aparılması, suvarmanın düzgün tətbiq edilməməsi torpaqlarda şoranlaşma əmələ gətirə bilər ki, bu zaman şoran və şorakətli torpaqlar yarana bilər. Yenə də bu torpaqlar daha çox Küraraz ovalığında, Abşeron ərazisində, həmçinin Şərri Ordubad və digər Arazboyu ərazilərdə biz bu şoran və şorakətli torpaqlara rast gələ bilərik ki, yenə deyirəm, burada da torpağın həddən artıq çox suvarılması, meliorativ tədbirlərin düzgün aparılmaması torpağın kəskin formada şoranlaşmasına və məhsuldarlığın həddən artıq azalmasına səbəb olmuşdur. Həmçinin Azərbaycanın yeraltı suların yer səthinə yaxın olduğu ərazilərdə, Samur Dəvəçi ovalığında, Qanıqayırçay vadisində, həmçinin Kürboyu ərazilərdə, Tuqay meşələrinin yayıldığı ərazilərdə biz düzən meşə, allüvial çəmən torpaqlarına həmçinin rast gələ bilərik. Burada bu torpaqların yaranmasına səbəb yeraltı suların yer səthinə yaxın olmasıdır. Həmçinin biz Lənkəran ovalığında da yeraltı suların yer səthinə yaxın olması, yağıntıların çox düşməsi nəticəsində görə bilərik ki, bu cür düzən meşə landşaftları formalaşır. Lənkəranın düzən meşələrində isə əlbəttə ki, sarı torpaqlara biz rast gələ bilərik. Sarı torpaqlar həmçinin Talış dağlarının ətəklərində, həmçinin Lənkəran ovalığında rast gəlirik. Bu ərazilərdə yay aylarında suvarılmaya ehtiyac var. Sitrus meyvəçiliyi, limon, feyxua, həmçinin digər meyvələr, faraş tərəvətçiliyi, yəni tez yetişən tərəvətçiliyi, çay kimi bitkilərin inkişafına şərait vardır. Həmçinin Gəncə Qazax düzü, Mil düzü, Qarabağ düzü bu kimi ərazilərdə açıq şabalıdır. Acınohur Ceyrançölün müəyyən bir hissələrində isə tünd şabalıdı torpaqlarda rast gəlmək mümkündür. Bu ərazilərdə də suvarma şəraitində taxılçılıq, üzümçülük, kartof, tərəvəz kimi bitkilərin yetişdirilməsinə şərait vardır. İndi isə sizinlə bəzi landşaftlara biz baxaq, yəni hər hansı bir çayların və yaxud da hər hansı bir düzənliklərdən dağlara doğru hansı landşaftların, hansı torpaq tiplərinin bir-birini əvəz etdiyinə baxa bilərik. Biz burada Tərtər çayın mənsəbindən, yəni Kür çayı ətrafından mənbəyinin Qarabağ vulkanik yaylasına doğru hansı landşaftların dəyişdiyini görə bilərik. Baxın, görə bilərik ki, birinci Kür çayı ətrafında yarımsəhra quru çöl, biraz hündürlüyə doğru hərəkət etsək, dağ çölləri, daha sonra dağ meşələri,
yəni subalp və alt çəmənlikləri, daha sonra isə subnival landşaftın gəldiyini görə bilərik. Çünki biz bilirik ki, burada maksimum subnival landşaft formalaşır, nival landşaft formalaşa bilmir. Torpaqlar da müvafiq olaraq bot çəmən, yarım səhralarda, quru çöllərdə açıq şabalıdır, çöllərdən tüt şabalıdır, meşələrində qəhvəyi və qonur dağ meşə torpaqları, həmçinin çəmənlərində isə çimli, torflu və ibtidai torpaqlar demək bir-birini əvəz edəcəkdir. Baxın, gördüyünüz kimi A-dan B-yə doğru torpaqların və landşaftların necə dəyişdiyini görə bilərik. Daha sonra biz Böyük Qafqazın şimal-şərqi yamacında torpaq və landşaftların necə dəyişdiyini görə bilərik. Biz burada A-dan B-yə fikir verək, A-dan B-yə doğru getsək, görə bilərik ki, bu Samur Dəvət Çobalığında təbii ki, nə yaranacaq? Düzən meşə landşaftı olacaq. Daha sonra biraz hündürə qalxsaq, dağ meşələri, daha sonra dağ çəmən və subnival və nival landşaftların, yəni buzlaq landşaftlarının formalaşdığını görə bilərik. Torpaqlarına isə çəmən meşə torpaqları, yəni düzən meşələrində, daha sonra biz burada şabalı torpaq, burada çöllər zonası yaddan çıxıb, çöllər. Biz burada şabalı torpaqlara rast gələ bilərik. Həmçinin yenə də meşələrində qəhvəyi, Paladı meşələrində qəhvəyi dağ meşə, Fıstıq və Ələs meşələrində qonur dağ meşə, çəmənlərində isə çimli, torflu, ibtidai torpaqlara rast gələ bilərik. Daha hündür ərazilərdə isə subnival və nival, yəni qayalıq və buzlaqlar əlbəttə ki, mövcuddur. Sonra biz Qanıq Əyriçaydan Baş Qafqaza doğru landşaft və torpaq tiplərinin dəyişiminə baxaq. Biz Qanıq Əyriçay vadisindən Baş Qafqaza doğru getsək, yenə də Qanıq Əyriçay vadisində biz bilirik ki, düzən meşələri yayılmışdır, intrazonal landşaftlar, həmçinin dağ meşələri, dağ çəmən, subnival və nival landşaftlar bir-birini əvəz edir. Burada da müvafiq olaraq allüvial meşə çəmən torpaqları, daha sonra qəhvəyi dağ meşə, qonur dağ meşə, çimli, torflu, ibtidai torpaqlar çəmənliklərdə, həmçinin qayalıq və buzlaqlar artıq onların torpağı yoxdur. Naxçıvana baxaq, Culfadan Qapçığa doğru. Əlbəttə ki, nə yaranacaq? Yarım səhra, quru çöl, dağ çölləri, meşə yaranmır, əvəzinə dağ kserofit kolluqlar və çöllər yaranacaq. Daha sonra subalp və alt çəmənlikləri yaranacaq. Sonra isə subnival qayalıq, nival isə buzlaq landşaftları formalaşacaqdır. Torpaqlar da müvafiq olaraq bot çəmən, şabalıdır, meşə altından çıxmış qəhvəyi torpaqlar, dağ çəmən, bozqır torpaqları, əsasən dağ kserofit ərazilərdə, həmçinin qayalıq və nival belə deyək, torpaqlarına rast gələ bilərik. Lənkəran ərazisinə diqqətlə baxaq. Bayaq da göstərdik, Lənkəran ovalığından düzən meşə, daha sonra dağ meşə, dağ çölləri, həmçinin dağ kserofit landşaftlara rast gələ bilərik. Torpaqlarına isə müvafiq olaraq ardıcıllıqla allüvial meşə çəmən, sarı dağ meşə torpaqları, qonur dağ meşə, qəhvəyi dağ meşə torpaqlarına rast gələ bilərik.